Əla budur, ilin sonuna qədər noyabr hər bürc üçün pul və sevgi baxımından ən düz proqnoz. Qoç pul. Yeni gəlir mənbəyi və ya əlavə qazanc imkanı yaranacaq. Əgər riskli addım atsan, mükafatını alacaqsan. Sevgi. Köhnə münasibət canlana bilər. Tək qoçlar üçün gözlənilməz bir tanışlıq var. Məsləhət, qorxma, dəyişiklik sənə xeyir gətirəcək. Buğa pul. Maddi sabitlik bərpa olunur. Noyabrda borcları bağlamaq, dekabrda isə artım gözlənilir. Sevgi. Sakit, amma dərin bir bağ yaranacaq. Ailədə istilik artır. Məsləhət güvəndiyin insanlarla birləş, tək mübarizə aparma. Əkizlər, pul, şanslı anlaşma və ya yeni iş fürsəti qapını döyəcək. Pul enerjisi yüksəlir. Sevgi, ruhani yaxınlıq ön plandadır. Bəzi əkizlərdə gizli sevgi üzə çıxacaq. Məsləhət qəlbini gizlətmə, dürüst ol. Xərçəng, pul. Ailə və evlə bağlı xərclər artsa da, dekabrda qazanc bərpa olunacaq. Sevgi, illərin həsrəti bitir, emosional dolğunluq gəlir. Məsləhət, keçmişi bağışla ki, yeni sevinc girə bilsin. Şir pul, böyük maliyyə fürsəti və ya gözlənilməz gəlir səni tapacaq. Şans zirvədədir. Sevgi, sevdiyin şəxs sənin dəyərini anlayacaq, münasibətlər isinir. Məsləhət, indi səni parıldatmaq vaxtıdır, geri çəkilmə. Qız pul, əziyyətin bəhrəsini ilin sonunda görəcəksən. İş yerində artım və ya bonus mümkündür. Sevgi, əgər ürəyin boşdursa, maraqlı biri ilə tanışlıq ehtimalı var. Məsləhət, öz dəyərini aşağı salma, səni seçəcəklər. Tərəzi pul, uğurlu müqavilə və ya maddi qazanc gətirən fikir ortaya çıxacaq. Sevgi romantik yenilənmə dövrü. Köhnə sevgi təzə hisslərlə qayıda bilər. Məsləhət, harmoniya tap, ürəyinlə ağlının ortasında qalma. Əqrəb pul, qazancların güclənəcək, xüsusən dekabrın ortasında. Maliyyə baxımından sıçrayış dövrüdür. Sevgi, qısqanclıqdan uzaq dursan, sevgi möhkəmlənəcək. Məsləhət, güc səndədir. Onu ağılla idarə et. Oxatan pul, səyahət xaric və ya onlayn işdən qazanc artacaq. Uğur enerjisi yüksəlir. Sevgi, yeni tanışlıqlar həyatına rəng qatacaq. Sevdiklərinə açıq ol. Məsləhət, ruhən azad ol, kainat səni dəstəkləyir. Oğlaq pul, işdə tanınma, maaş artımı və yeni mövqe mümkündür. Sevgi, duyğular dərinləşir, ailə məsələləri aydınlaşır. Məsləhət, realist ol, amma hisslərini gizlətmə. Dolça pul, layihə, ideya və ya dost vasitəsilə gəlir artımı mümkündür. Sevgi, ruh əlaqəsi güclənəcək, bəziləri üçün nişan və ya ciddi qərar vaxtıdır. Məsləhət, duyğularını aç, əvəzini dərhal görəcəksən. Balıq pul, il sonuna yaxın maddi yük azalır. Yeni qazanc qapısı açılacaq. Sevgi, qəlbindəki boşluq dolur, səmimi münasibət başlayır. Məsləhət, inamını itirmə, dekabrda möcüzə səni tapacaq.